Qanunlarının izahları ilə davam edirik. Baxaq birinci suala. Rezistorlardan keçən cəryan şiddətləri arasında hansı münasibət düzgündür? Baxın, dövrəyə baxırıq, düzdürmü? Baxın, buradan müəyyən bir I1 cəryanı keçsə, düzdürmü? Bu cəryan gəlir nə edir? Artıq yuxarı aşağı hissələrə bölünməyə başlayır. Buraya yazaq I2, buraya yazaq I3. Ona görə bax bu I1 tək olduğuna görə burada. Ona görə ən böyük cəryan elə I1-də olacaq. I1 böyükdür. İndi baxaq. Deməli, R2 R-ə bərabərdir, R3 2-yə bərabərdir. Bizə bilirik ki, I-nəyə bərabərdir, U bölünsün R-ə. Paralel birləşmədə U sabitdir. Onda I ilə R tərs mütənasib asılıdır. R harda çoxdursa, I orada azdır. Deməli, I3 ən kiçik olacaq. Çünki buradakı müqavimət daha böyükdür. Ona görə I1 böyük olacaq I2-dən, o da böyük olacaq I3-dən. A variantında verilib. Kvadrat formalı naqilin A və B nöqtələri cəryan mənbəyinin qütblərinə qoşulmuşdur. Cəryan şiddətlərinin I1 bölünsün I2 nisbətini tapmaq kvadratdır. Hər birinin tərəfinə gəlim A deyək. A. Bizə bilirik ki, I-nəyə bərabərdir. U bölünsün R-ə. R-in də Rho L bölünsün S düsturundan istifadə edirik. Baxırıq ki, I ilə L necə asılıdır? Tərs mütənasib asılıdır, düzdürmü? Burada yazaq I1 bölünsün I2. Tərs asılı olduğundan L2 bölünsün L1-ə bərabərdir. İndi baxaq. Və yaxud L mən A ilə işarələdim də A2 bölü A1-də yaza bilərik. Yəni uzunluqdan asılıdır. Kvadratın uzunluğu sadəcə mən A ilə işarələdim. İndi baxaq. L2-nin uzunluğu nə qədərdir? 1, 2, 3. 3 A-ya bərabərdir. Deməli, L1-in uzunluğu isə A-ya bərabərdir. İxtisar getsə nə qalacaq? 3 qalacaq. Yəni, I1 bölünsün I2 bərabərdir nəyə? 3-ə. İndi, baxaq 3-ə. Qapalı dövrədə cəryan şiddətinin dövrənin xarici müqavimətindən asılı qrafiki verilmişdir. Grafikin daxili müqaviməti 0,2 ohm olduğunu bilərək C nöqtəsinə uyğun cəryan şiddəti. Baxın, bu 6-2 verib. Eynin maksimum. Bax, bu bizim qısa qapama cəryan şiddətimizdir. Qısa qapama cəryan şiddəti epsilon bölünsün R-ə bərabərdir. Buradan epsilonu tapsaq, nəyə bərabərdir? Qısa qapama cəryan şiddəti vurulsun daxili müqaviməti. Yəni 6 vurulsun 0,2 idi. 0,2. Bu da mənə nəyi verir? 1,2 daha doğrusu voltu verəcək. Deməli, mənim epsilonum nəyə bərabərdir? 1,2 volta bərabərdir. Onda cəryan şiddətini tapsaq, epsilon bölünsün R üstə gələk R-ə. Yəni 1,2 bölünsün 0,2 üstə gələk 1,8. Yəni 1,2 bölünsün 2. Bu da mənə nəyi verir? 0,6 amperi verir. Yəni mənim cəryanım 0,6 A-ya bərabərdir. İndi baxaq. Deməli, cəryan şiddətinin müqavimətdən asılılığı məndən soruşur. Bu qrafikə əsasən cəryan şiddətinin müqavimətdən asılılığı məndən soruşur. İndi baxın, 1-2 hissəsində nə olur? Cəryan şiddəti artır, gərginlik də artır. Onun qanunu düsturunu xatırlasaq, o bölünsün R-ə. R sabit olmalıdır ki, I artanda o da artsın, yəni bir-birindən düz mütənasib asılı olsun. Deməli, R sabit olmalıdır və I artmalıdır. Deməli, mənim bax 1-2 qrafikim bu şəkildə olmalıdır. İndi baxaq 2-3 hissəsində. 2-3 hissəsində isə I sabitdir və U artır. I nəyə bərabərdir? U bölünsün R-ə. I sabitdirsə, U artırsa, R-də nə olmalıdır? Artmalıdır. Onda deməli, 2-3 qrafikimiz I sabit, R artır. Bax, bu şəkildə olmalıdır. Bu da harada verilib? B variantında verilib. Baxaq 5-ə. Müqaviməti 0,2 kilo ohm olan elektrik qızdırıcısından axan cəryan şiddəti 3 amperdir. 10 saniyədə qızdırıcıdan nə qədər istilik miqdarı ayrılar? John-Lens düsturuna görə 2 nəyə bərabərdir? I kvadrat R T-yə. Verilənləri qoyaq yerinə. Cəryan şiddəti 3. Yəni olacaq 3-ün kvadratı vurulsun. Müqavimət 0,2 kilo ohm, yəni 10 üstündə 3. Vurulsun 10. Bərabərdir. 9 vurulsun. 0,2-ni 1000-ə vuranda olacaq 200. O da vurulsun 10. Mənə nəyi verir? 18.000-i. Bu da 18 kilojoule edəcək. Deməli, 10 saniyədə qızdırıcıdan 18 kilojoule istilik miqdarı ayrılacaqdır. Baxaq 6-ya. K açarını qapadıqda dövrənin ümumi müqaviməti ampermetr göstərişi necə dəyişəcək? Baxın,
bir vəziyyətində, yəni açıq vəziyyətdə olduqda buradan cəryan gəlir. Yalnız baxın bu R müqavimətindən keçir, təkrardan yuvaya daxil olur. Amma biz bu açarı qapasaq, artıq cəryan gəlib hər ikisindən keçəcək. Düzdürmü? Onda birinci halda açar açıq vəziyyətdə olduqda bizim müqavimətimiz nəyə bərabərdir? Deməli, R-ə bərabərdir. Açarı artıq bağladıqdan sonra isə nə olacaq? Paralel birləşmə olacaq. Paralel birləşmədə bir-iki müqavimət azalır. Onda R2 nəyə bərabər olacaq? R bölünsün 2-yə bərabər olacaq. Onda nə oldu müqavimət? Deməli, R-dən R bölü 2-yə gəldi. Yəni 2 dəfə mənim müqavimətim nə oldu? 2 dəfə azaldı. İndi ampermetrin göstərişinə baxsaq, I nəyə bərabərdir? U bölünsün R-ə. Düzdürmü? İndi baxın. Müqavimət nə oldu? Müqavimət 2 dəfə azaldısa, onda cəryan şiddəti nə olacaq? 2 dəfə artacaq. Çünki açar qapıyanda artıq paralel birləşmə olur, u sabit qalır. Onda müqavimət 2 dəfə azalıbsa, cəryan şiddəti 2 dəfə artmalıdır. Çünki tərs asılıdırlar, cavab 1 və 4 olacaq. İndi baxaq buna. Metalın uclarındakı gərginliyi 3 dəfə artıranda. İstilik miqdarı Q nəyə bərabərdir? U kvadrat bölünsün R vurulsun T-yə. Gərginlik 3 dəfə artırsa, onda deməli, ayrılan istilik miqdarı 9 dəfə artmış olacaq. 1-ə getdi D variantı. Müqavimət Rho L bölünsün S-dir. Yəni, asılı deyil də gərginlikdən. Ona görə də heç bir dəyişiklik olmayacaq. Yəni, dəyişməz. Naqildəki cəryan şiddəti. Deməli, I nəyə bərabərdir? U bölünsün R-ə. R sabitsə, U 3 dəfə artırsa, I də nə olacaq? 3 dəfə artmış olacaq. B də getdi bura. Deməli, cavab olacaq D, A və B. İndi situasiya suallarına baxaq. Deməli, şagird naqillərin ardıcıl və paralel birləşmə qanunlarını öyrənmək üçün şəkildə göstərilən kimi elektrik dövrəsi yığır. Deyir, K açarı hansı vəziyyətdə dövrənin ümumi müqaviməti ən böyükdür. Baxın, bir vəziyyətində olduqda cəryan gəlir, ancaq bu 2 lampadan keçir, təkrardan daxil olur. Onda müqavimət nəyə bərabər olur? Yəni, bir vəziyyətində olduqda ardıcıl birləşmə olur. Bir vəziyyətində ardıcıl birləşmə olur. Mən qısa yazıram. Yəni, siz daha açıq yazın. İmtahanda düşəndə bu sual mən qısa yazıram. Deməli, onda R1 nəyə bərabər olur? Ardıcıl birləşmədə müqavimətlər toplanır. Olur 2R. Bir vəziyyət. 2 vəziyyətində isə baxın. Açarı gətirib bax bu 2 vəziyyətdə bax bu 2-yə birləşdirsək, onda nə olacaq? Paralel birləşmə olacaq. Paralel birləşmədə də müqavimət R2 bərabərdir. R bölünsün 2-dir. Deməli, birinci halda açar bir vəziyyətində olduqda müqavimət 2-yə bərabərdir, 2 vəziyyətində R bölü 2-yə bərabərdir. Deməli, ən böyük bir vəziyyətindədir. Elə yazıram, ən böyük bir vəziyyətindədir. Doqquzda nə deyir? K açarını bir vəziyyətindən 2 vəziyyətə gətirdikdə ampermetrin göstərişi necə dəyişəcəkdir? Baxın, müqavimət 2R'dir. Bir vəziyyətində. 2 vəziyyətində isə R bölünsün 2-dir. Ya da belə yaza bilərik. Bax, 9-u. I2 bölünsün I1. Dəqiqə. I2 bölünsün I1 nəyə bərabərdir? R1 bölünsün R2-yə. Deməli, R1-də 2R'dir, R2-də R bölünsün 2-dir, 2 də qalxdı yuxarı. R-ə ixtisar getdiyinə qaldı 4. Deməli, onda buradan tapırıq. I2 nəyə bərabərdir? 4 I1-ə. Deməli, nə olacaq? 4 dəfə artmış olacaq. 4 dəfə artar. Baxın da, nəyə bərabərdir? U bölünsün R-də də düzdürmü? U sabitdirsə. Müqavimət 2R'dən R bölü 2-yə gəlib. Nə olub? 4 dəfə azalıb. Onda I ondan tərs asılı olduğundan 4 dəfə artmış olacaq. Baxaq ona. K açarının bir vəziyyətində dövrdə ayrılan güc 200 volt olarsa, 2 vəziyyətində ayrılan güc. P nəyə bərabərdir? Deməli, U kvadratı bölünsün R-də, düzdürmü?
Deməli, U sabitdir. P ilə R necə asılıdır? Tərs asılıdır. Onda yazırıq. P1 bölünsün P2. R2 bölünsün R1-ə bərabərdir. Düzdürmü? Gəl yazaq. P1 nə qədərdir? 200-dür. P2-ni məndən soruşur. Bərabərdir. R2 müqavimətim R bölü 2-dir. R1 müqavimətim 2R'dir. Erər ixtisar getsə, P2-ni tapsaq, 200 vurulsun 4. Dağılacaq 800 deməli watt. Deməli, açar 2 vəziyyətində olduqda müqavimət nə olur? Müqavimət 4 dəfə azaldı və PR ilə tərs asılı olduğuna görə mənim gücüm 4 dəfə artmış olacaq. Yəni 200-dən 4 dəfə artır olur 800 watt.